Özü də deyirsən, ağır adamam, yeriyə bilmirəm. Qatarda gəldi, ayağın ilişdi, yıxıldın. Necə olacaq onda? Hər tərəfə baxıram, işığa baxaram. İndi deyirsən ki, bax bizi çəksə evdəkilər görər, biabır olarıq. Hə də. Bəs yaxşı, burada qatar vursa, baş bir yana, ayaq bir yana qalsa necə olacaq onda? Bunlar niyə açıqdır həmişə? Bəs elə sakinlər sökür də. Yox, biz o tərəfdə yaşamırıq, biz bu tərəfdə yaşayırıq. Bax, dəmir yolun işçiləri düzəldir, sakinlər 2 gündən sonra sökür. Bilirsiniz, sizin təhlükəsizlik məni iş bir dəfə olur. Mən bunu sizə əminliklə deyirəm. Ona görə də tövsiyə edirik və xahiş edirik ki, yəni bu uşaqlara da nümunə olur. Siz də xahiş edirəm, gəlin, bibiyə kömək edək, keçirik. Gəl bibi, gəl görək. Necə çıxaracaq mən kəsərəm. Gəl bibi, gəl kömək edəcəyik sənə. Vallahi deyir, ayağım ağrıyır, qoy mən buradan keçim. Deyirsən, ayağın ağrıyır, yaxşı, birdən ayağın ilişdi, yıxıldın bura. Qatar gəldi, böldü 2 yerə, nə olacaq? Bağladılar, hamısı. Bu bağlananda mən buradaydım, baxırdım. Hələ orada işləmlərə sayda verirdim, bağlayırlar. Nə xeyir? Səfər, orada məsələn zibil topasını çək, yəqin ki bu sakinlərin əl işləridir. Gətirirlər, bax, dəmir yolun ətrafında zibillərini topalayıb yandırırlar. Bu da natəmizlikdir. Hansı ki burada Azərbaycan Dəmir Yolları tərəfindən bir lövhə vurulub. Onu göstərə bilərik Səfər. Bu lövhədə təbiət tullantılarla deyil, təmizliklə gözəldir. Gəlin təbiəti çirkləndirməyək, Azərbaycan Dəmir Yolları. Bu lövhəyə yəqin ki, ən azından bir dəfə baxmaq kifayət eləyər. Yəni, normal insan bir dəfə baxsa, bu vəziyyəti yaratmaz burada. Təəssüf gətiriblər, bax, zibil torbalarını atırlar bura, yandırırlar. Dəmir yolunun mühafizə hissəsində bu cür hadisələr törədirlər. Nə bilim, indi qayda pozur tutaq ki, piyada kimi buradan o tərəfə, oradan bu tərəfə keçəndə əlində bir siqaret də atır, zərər vurur. İndi əvvəlki dövr deyil, artıq o şpal dövrü qutarıb, indi beton dirəklər üzərindədir, dəmir yol xəttləri. Bu daha təhlükəsiz və daha möhkəmdir, uzun ömürlüdür. Amma yenə də təmizlik də imandandır da. Adam evini necə təmiz saxlayırsa, gərək küçəni, bacanı da getdiyi yerdə o formada təmiz saxlayır.